Xüsusi sponsor Naftalan Medical Turizm şirkəti. Sponsorlar Qızıl Qusar və Qusar Naturals təbii meyvə şirələri, Göran Ticarət Mərkəzi, Banu Mebel Salonu, Nabran Palma İstirahət Mərkəzi. MTV Azərbaycanı və Nə var nə yox proqramlarının dəyərli izləyiciləri, hər birinizi xoş görün. Hər vaxtınız, gününüz xeyirli, uğurlu olsun. Bəli, bu həftə şənbə bazar yenə də hər kəsə salamlayaraq evlərinizin qonağıyıq. Gəldik özdə necə? Tam ən maraqlı bir gözəl, möcüzəli şəhərlərdən biri olan Naftalan şəhərindəyik. Naftalan adından bəllidir, möcüzəli şəhərdir. Amma bizi sağlayan bir səbəb və səbəbkar var. Nə var nə yox proqramın baş sponsoru bizim dəyərli dostumuz Naftalan Medical Turizm şirkətinin rəhbəri. Onun komandası elə Naftalana dəvət etdi ki, gələsiz bizim bu şəhərdə qonaq olasınız. Və biz də onun sözünə hə deyib yerə salmadıq. Elə bu həftə üç tutduq Naftalana. İndi birazdan Zaur bəy gələcək. Amma Zaur bəydən öncə keçən verişdə bizim Səməni nənəyə söz vermiş ki, səni özümlə Naftalan şəhərinə yapacağım. Elə sözümə sadiq oldum, qaldım və nənə yenə öz işindədir, yenə başı qarışıb telefona. Aynən nə axtarsan, kimi axtarsan yenə. Nədən qırman, nə deyərsən? Payaqdan şeydir, ana TikTok'dan video qoyuram. Bu yaxşı olasan, yenə TikTok işlədəsən. Deyəlim ki, TikTok'un ən fəal belə bir edək, işlədənlərin biridir ki, TikTok'da, Instagram'da şəkillərdən, videodan geri qalırsan. Maşallah, harada olursa özünə şəkil çəkir, video çəkir, paylaşır. Nə hamı bilərsən bugün Naftalandasan. Kimlə danışırsan sən ora baxıb? Kameraya baxın, biz efirdəyik. Bu neylə qurban? Bən niyə demirsən? Bu ayıb deyil tamaşaçılardan? Salam tamaşaçılar. Axır ki, bunu qadasını alıb, məni gətirdi Naftalana demişdi, söz vermişdi, nəylə qurban. Sağlığınızı görün, bugün qəşək ayaqlarımı vannaya qoyasam, dizlərim başım sadım ağrıyırdan, biraz qəşək dincələcəm, müalicə eləyəcəm, evin balamın şərəfinə. Naftalanla hamınızı salamlayıram, ay cəmahat. Bugün qəşək bəzəmirsən, qəşək görsənirsən. Və Naftalana gəldim, nə qarmalıyam, nə? Bax. Mənə, bax, burada Naftalan xəritəsi var. Gör, maraqlıdır. Girişdə gələn qonaqlar üçün məlumatdır. Mənim başımı çıxır bundan, xəritə çəkiblər, xəttiyiblər. Nəylə qurban, bizim vaxtımızda belə şey yox. Onda nə varsa yazılıb. Nərman, Pago, Heydər Mərkəzi, İtabət, həm aptek da var, nəylə qurban. Qocalara bir dənə aptekdən başqa nə lazımdır? Burada saysız, hesabsız sanatoriya var. Müalicəvi mərkəzlər var ki, gələn hər bir insan, yerli və turistlər burada şəfasını tapır. Yəni, çoxdur. Sayısız, hesabsız, övrədər. Yaxınca deyil. Ona görə möcüzəli şəhər deyirlər də bu. Planın banlası. O, buradan yerdən çıxır, nəylə qurban. O haqda məlumat verəcəyik, təbii ki, gedişatda. Amma baxaq ki, bizi qarşılayan adam gəlirmi, o Zaur? O kimdir ki, elə nənə? Bunu gəlində tanıyarsan. Həm sən tanı, həm tamaşaçı tanısın ki, o Zaur bəy kimdir? Medical Turizm şirkəti. Baba, qardaş gəldi. Salam Beyşi. Hoş gəlmişsən. Sağ ol, nəylə qurban. Sağ ol, edeyim. Ağzını çəkdin özünü. Maşallah, light vardı. Bəli. Gözəl gəldiniz. Necədir bizim şəhərimiz? Xoşunuza gəlir? Yox, qəşəkdir, nəylə qurban. Yollar tərtəmiz, gül kimi, hər yer güllü çiçəklidir. Hələ bu qırağı belədirsə, gör orta nətərdir. İnşallah hələ sizi şəhərin mərkəzindən tanış edəcəyik, sanatoriyalarına tanış edəcəyik. Nənənin dərdi var, Qoş yerə gəlmiş. Mənim ayağıma, mənim gözüm üstə. İnşallah. Ayaqla da gedəcəyik. 100% nənə, sənə söz verirəm, səni bir gözəl vanniyə ilə görsən, aparacağam. Müalicələrdən keçəcəksən. İnşallah. Sən də bax, belə tutuzdurdu belə. Naftalan gedəndə cavan qız olub gedəcəksən. Gördün, o sən cavan qızıdır. Maşallah, nə deyirəm. Göz zəynəsin. Bəli, elə Naftalanın girişindən artıq bəllidir ki, Naftalan İngilizcə gözəl, təmiz şəhərdir, inkişaf edən şəhərdir. Gün-günlə gözəlləşir, abadlaşır və səhlənir. Bu da həm belə deyək, insanların Naftalan olan sevgisidir. Naftalan sakinləri hər zaman Naftalanı təmiz saxlayır. Həm də Naftalanın icra başçısının və onun komandasının Naftalan olan diqqəti və sevgisidir. Hər bir kəsə işlərində uğurlar və Naftalan sakinlərinə boluca gözəl həyat arzulayıram. Biz bu həftə hardayıq? Naftalanda. Bizi izləyin. Şəfalısan sən olmasan, bir dərdin dərmanısan, ümidlərin qaynağısan.
Naftalanım, naftalanım. Cefalısan sen olmasan, bin bir derdin dermanısan, ümidlerin kaynağısan. Naftalanım, naftalanım. Müqəddəssən hem ulusan, sınanılmış bir ocaksan. Müqəddəssən hem ulusan, sınanılmış bir ocaksan. Milyonlara sen el açsan, naftalanım, naftalanım. Milyonlara sen el açsan, naftalanım, naftalanım. Güzel elini koy var olsun, her servetin bol bol olsun. Güzel elini koy var olsun, her servetin bol bol olsun. Şan şöhretin ucay olsun, naftalanım, naftalanım. Şan şöhretin ucay olsun, naftalanım, naftalanım. Naftalanım, naftalanım. Benim güzel naftalanım. Naftalanım, naftalanım. Dünya şöhretli mekanım. Naftalanım, naftalanım. Benim güzel naftalanım. Naftalanım, naftalanım. Dünya şöhretli mekanım. Yerli və xarici turistlərimizə sanatoriyanın seçimində köməkdarlıq edirik. Onların öz büdcələrinə uyğun sanatoriyalar seçirik və şənbə bazar günləri turlar təşkil edirik. Hətta Bakıdan gəlişlərini təmin edirik, təşkil edirik və turistlərimiz də bundan çox məmnun qalırlar. Nəinki yerli turistlər, həmçinin xarici turistlərə də biz öz naftalanımızın, müalicə şəfa mənbəyimizi tanış edirik ki, bu bilsinlər, onlar da öz şəfalarını gəlsinlər Naftalan şəhərində. Hem ekskursiya var, hem transfer xidməti var. Transfer var. Həm bu işdə də bizə kömək edən Naftalan şəhər icra hakimiyyətinə öz xüsusi təşəkkürümüzü edirik ki, Gənclərə bir dəstək olur. belə bizim kimi gənclərə dəstək olurlar ki, biz də Yəni, qoşaq gənclərə dəstək olur. tamamilə doğrudur. Hər kəsin cibinə uyğun istənilən büdcədə qiymətlərimiz var. Biz ilk öncə ilk gələn qonaqlarımıza bunları həmi belə deyək, şifahi şəkildə izah edirik, həmi özləri görsədirik, görürlər, baxırlar, öz seçdiyi, bəyəndiyi sanatoriyalardan təqdim edirik. Orada da qalırlar, dincəlirlər. Şükürlər ki, indiyənə qədər heç bir şikayətimiz yoxdur. Hamı məmnundur, hamı belə deyək də bizim işimizdən məmnundur. Sizə təşəkkür edirik ki, bizim sözümüzü yerə salmadınız. Sizin komandanıza təşəkkür edirəm, gəldiniz. Siz də bu işdə bizə dəstək olursunuz, kömək edirsiniz ki, biz də bizim qonaqlarımıza bu naftalarımızı göstərək. Biz də sizin işinizə bir həm uğurlar edirik, həm də ki dəstək oluruq, daha da işlandırırıq. Təbii ki, təbii ki. Təqdim edirik. DJ'miz NATO. Necə Naftalan? Yaxşı. Əla, hər şey gəlsin. Burada bir gözəl bir şəhərdir ha. Baxma, balaca bir şəhərdir, amma maraqlı bir şəhərdir, gəlməyə dəyər. Bəli, dəyərli dostlarımız, Nə var nə yox proqramı olaraq komanda şəklində MTV Azərbaycan çəkiliş komandası bugün səfər etdik gözəl bir diyara. Deyərdim ki, həm yerli insanların, həm də turistlərin ən axımı olan maraqlı bir şəhər. Elə sanatoriya deyərdim ki, bura gələn hər kəs istirahətə gəlir. Biz də gəldik həm istirahət edək, həm də ki, gözəl nəğməli qonaqlarımızı sizə təqdim edək. Təbii ki, bizim gəlməmizin səbəbi var, səbəbkarı var. Nə var nə yox proqramının baş sponsoru, dəyərli dostumuz, Naftalan Medikal şirkətinin, turizm şirkətinin rəhbəri Zaur bəy. Bizimlə əlaqə yaratdı ki, bölgələrə gəlirsən, elə bəlkə bu yaxınlarda qonaq olasan Naftalandan. Biz də düşündük və tez bir qərar verdik ki, inşallah gəlirik. Və gəldik, özü də necə. Emin Brent hər zaman, hər həftə bölgələrə səfər edir, amma tək deyil. Komandamızla bir yerdə Azərbaycan tanınmış, sevilən simalarına gəlirik. Amma hər bölgənin öz tarixi, mədəniyyəti, mətbəxi, ziyalısını təqdim edirik. Mən ilk olaraq Naftalan şəhərinin icra hakimiyyətinin başçısı və onun gözəl peşəkar komandasına minnətdaram ki, bizi eşidər, eşitməz, dərhal bizi qarşıladılar yüksək səviyyədə və necə lazımdırsa qulumuza durdular. Bu öz elindən. Amma tək Naftalanda
Onlardan başqa digər deyərdim ki, bizim dəyərli dostumuz Zaur bəy öz komandası ilə dünəndən bizi gözləyirlər, gözləyirlər ki, gəlin çıxın, biz sizi Naftalanı necə lazımsa gəzdirək. Amma çəkiliş məkanımız gözəl bir yerdir. Bilirsən də Naftalan sağlamlıq mərkəzi. Bəli, möhtəşəmdir. Çox gözəldir. Çox gözəl də qarşıladılar bizi. Emin bəy, bilmirəm sizin xətrəçi yoxsa bizim xətrəmiz. Yox, bura hər gələn qonaqları belə qarşılayırlar. Çünki buranın komandası gözəldir və rəhbərliyi də gözəldir. Ümumiyyətlə bura gələn qonaqlar tam rahat istirahət edilir. Ona görə biz də gəldik həm istirahət edək, həm çəkiliş edək. İndi növbəti bir bizim Bəxtiyar Sazməndən nəğmə dolu bir gözəl saz havası gəlsin. Hər kəsə əlmağan edək, sevərək. Меня зовут Турсун, Дурсун, откуда вы приехали? из Казахстана. Ой, как хорошо у нас в Казахстане, да, в Азербайджане казахстанский. Вы лечите здесь? Да, конечно, мы вот первый раз приехали вот в санаторий «Нафта». А вы, пожалуйста, мне скажите, я тоже хочу здесь чуть-чуть Да, лечиться. пожалуйста. Чем вас лечат здесь? Но процедуры все хорошие. У меня тут ревматизм, чуть-чуть Да. ножки болят. Да. Вот ничего, получите, все будет прекрасно. Все будет хорошо? Конечно, конечно. Ой, как хорошо. Мы вам желаем всего самого-самого хорошего. Спасибо. И самое главное, желаем, чтобы у вас было женское счастье. Спасибо, спасибо. Всего доброго. Вам тоже. Всем здоровья. Самое главное здоровье. Если здоровье будет, у нас все будет хорошо. Да, конечно, ребята? конечно, конечно.
Девочки красивые такие. Deyirlər gəlmişik bura müalicə eləməyə. Əlimizi, ayaqlarımızı, başımızı deyir. Ay, dünyanın bütün yerindən gəlib elə burada nafta o istirahət mərkəzində belə müalicəvi sanatoriyada dincəlirlər. Biz də qalmışıq kənddə, kəstəkdə nereden qurban gəlib çatmırıq ki buralara. Azərbaycan gözəldir mi? Как у нас в Азербайджане красиво все. Красиво, все красиво. Нафталан тоже хороший. Да. Все хорошо. Люди хорошие, добрые. Нас встретили прекрасно здесь. Кушать, как тут у нас? Ну, конечно, Кухня здесь наша как? Хорошие, все домашнее, все. Да? А самое вкусное у нас в Азербайджане какое блюдо? Блюдо? Ну вот долма. Dolma. И бюрек. Бюрek. Börek. Börek, да. Bilirlər. Dolmanı da koşturuyorlar, böreği de koşturuyorlar. Çıraqları yandırın, yatağını uyandırın. Gelin köçen kızları ocağa dolandırın. Çıraqları yandırın, yatağını uyandırın. Gelin köçen kızları ocağa dolandırın. Çıraqları yandırın, yatağını uyandırın. Gelin köçen kızları ocağa dolandırın. Çıraqları yandırın, yatağını uyandırın. Gelin köçen kızları ocağa dolandırın. Bülbüller bağa gelər, səsə sorağa gələr. Eşit oğlan anası gelin ocağa gələr. Bülbüller bağa gelər, səsə sorağa gələr. Eşit oğlan anası gelin ocağa gələr. Çox günü var yanası, xatırlayıb anası. Eşitsin qaynanası, gəlin ocağa gələr. Çox günü var yanası, xatırlayıb anası. Eşitsin qaynanası, gəlin ocağa gələr. Bülbüllər bağa gələr, səsə sorağa gələr. Eşit oğlan anası, gəlin ocağa gələr. Bülbüllər bağa gələr, səsə sorağa gələr. Eşit oğlan anası, gəlin ocağa gələr. Her işte el olsun, şekerden dili olsun. Gelin gelin olunca ev gerek gelin olsun. Her işte el olsun, şekerden dili olsun. Gelin gelin olunca ev gerek gelin olsun. Bülbüller bağa gelər, səsə sorağa gələr. Eşit oğlan anası, gelin ocağa gələr. Bülbüller bağa gelər, səsə sorağa gələr. Eşit oğlan anası, gelin ocağa gələr. Naftalan Medical Turizm şirkəti Azərbaycan bütün bölgələrini əhatə edərək daim xidmətinizdədir. Sağlam həyat, düzgün seçim. Naftalan Medical Turizm şirkətinə əməkdaşlıq edərək istəyinizə nail ola bilərsiniz. Xoş istirahət, düzgün qidalanma, münasib qiymət. Bunların hamısı bir ünvanda. Gecələmək üçün rahat yataqlar və komfortlu otaqlar.
Paytaxtımız Bakı şəhərindən Naftalana transfer xidməti, həmçinin maraqlı turizmlər. Bunlar yalnız və yalnız bizim Naftalan Medikal Turizm şirkətinin öz xidməti və təbii ki, bu xidmətdən hər kəs yararlanır. Sağlamlığınızı daima düşünən Naftalan Medikal Turizm şirkətinin kollektivi hər zaman xidmətinizdədir. Ata, mən çox acımışam. Səbr elə oğlum. Qarşıda ən yetişmiş almanı görürsən. Biz ora getməliyik. Ay ata, mən daha dözə bilmirəm. Bu almadan biraz dişləyəcəm, yaxşı? Özünü əl al bala. O dadlı deyil. Məqsədimiz var axı. O da ən yetişmiş almadır. Gəl oğlum, gəl biz gedək. Ən dadlı alma yeyək. Bu alma mənimdir. O ən yetişmiş alma mənimdir. Almanı mənə ver. Almanı mənə ver. Yox, bu yetişmiş alma mənimdir. Mənimdir. Mənimdir bu. Bu alma mənimdir. Almanı mənə ver. Almanı mənə ver. Ən dadlı meyvələrdən Qızıl Qusar və Qusar Naturals meyvə şirələri. Göranlar rayonu Göran Ticarət Mərkəzi və bağlı meyvə salonuna daxil olduq. Mən bilmə görə ilin sonuna qədər daimi müştərilərə məbləğini asma olmayaraq bizə müraciət edən hər bir müştəri orada uduşlu lotar oynuyor. Bəli, uduşlu lotariyamız var. İnşallah ki, məhsul əldə edirsiniz. İl sonuna qədər bu kampaniyamız var ki, yaxınlaşdığınız təqdirdə hədiyyə əldə edirsiniz və xüsusi bir də təklifimiz var ki, bəzi məhsullar var, yataq qonaq komplektlər ki, götürdüyünüz təqdirdə xalça, yəni taxtın yanlığı üçün kilən xalça və hədiyyə olaraq verilir. Fərqli məhsullarımız var. Paltar yuyan, televizor, ət çəkən, son aşağı hədiyyələrimiz də var. Sən bir sözə də bura gələn müştəri əli boş getmir. Maşallah, qiymət münasib, sərfəli kredi şərtləri və eyni zamanda rəngarəng, bol çeşidli, keyfiyyəti və zövqlü mebellər bağlı mebel salonunda. Gəlin, görün, baxın. Özünüz qiymətləndirirsiniz. Qiymətləndirin, biz heç bir şey deyəlim. Harda? Göranda, bağlı mebel salonunda. Gəlməyə, görməyə dəyər. Nabranın Füsunkar güşəsində Xəzər sahilində yerləşən Palma sizə həm dincəlmək, həm əylənmək üçün ideal şərait təqdim edir. Təmiz hava, sakitlik, gözəl təbiət və yüksək səviyyəli xidmət burada sizi gözləyir. Rahat koteclər, təndir və ocaqbaşı restoranları, Azərbaycan və Avropa mətbəxindən ləziz yeməklər, aquaparklı böyük hovuzlar, uşaqlar üçün xüsusi hovuzlar, futbol, voleybol, badminton, tenis və bilyard, banket və konferans zalları, diskoteka, uşaqlar üçün əyləncə meydançaları. Burada həm ailənizlə, həm də dostlarınızla unudulmaz günlər keçirə bilərsiniz. Bu yay istirahətinizi təxirə salmayın. Palma sizi gözləyir. Naftalan doğrudan da möcüzəli şəhərdə. Gözəlləşir. Əgər möcüzə o yana dursun. Şəhər statusunu alıbdı. Yəni bu artıq buna şəhər demək olar. Çünki balaca olmama baxma, brilyant da balacadır. Sən onun çəkisinə dəyərindən danış. Yəni Naftalanın insanları elə bil mən bura Avropaya gəlmişəm. Vallah Naftalan deməzdim. Yəni çünki burada artıq turistlərin ən axımı olan bir yerdir, şəhərdir ki, Naftalanı hər kəs sevir. Nənə qurban, Naftalan şəhəri Azərbaycanın ən belə nətər deyim, ən belə gözəl o ruslarda bayaq danışırdım, onlara deyəmədim. İzyuminka deyilən bir şey var. Naftalan da Azərbaycanın həmin İzyuminkasıdır. Yəni gözüdür da. Bax buranın havası, buranın təbiəti, gör nə gözəl ağacları. Təmizliyi. Heydər Əliyev parkı. Naftalanın ən gözəl böyük parklarından biridir. Nə gözəldir, şəlalələrə bax, biri orada axır, biri burada axır, bax, fəvvarələrə bax. Ay nənə qırman, deyirəm, nə qədər də sevinirəm, mən sənin yanında bütün hər yeri gəzmişim. Qoşayam mən. Yox, belə də zavansın, min dənə zavana deyərsən. Bax, sənə söz verdim,
keçən verişdi ki, səni mütləq gətirəcəm. Məsələn, intiqam elə bir tər baxdı, bilmirəm. Ne ter bak. Aynen Kurbanilin günün bu vakti güllerin rengine, çiçeklerin rengine. Bir baksan çiçeklere. Deyirəm sənə kurban olum. O Instagram'da ne ondan bende de var da geçen de başmadım mı bana. Orada bir şekil çekin benim de şeklimi bu Instagram'a. Gel nenen kurban gel. Növbəti bir ifa gəlir Vüsalə Sabri qızından. Bir gözəl də ifamız gəlir. Sevdiyim insan gəlir sizlərin şərəfinə. Bəli, Səməli nənə, biz hardayıq? Naftalan şəhərində, Cənnət bağındayıq. Gözəl bir məkanda. Naftalan şəhərinin çox hörmətli ziyalısı və hörmətli bir şəxsiyyətindən bir masada bir yerdəyik. Möhbət müəllim, xoş gördük. Hoş gördük, hoş gəldik. Bəli. Bizim bu gözəl məkana, bu gözəl yerimizdə, obalımızda sizi görməkdən çox şadam. Naftalan şəhəri 1942-ci ildə qəsəbə kimi fəaliyyətə başlayıb. 42-ci ildə qədər Naftalan şəhəri, yəni bugünkü Naftalan şəhəri Goranboy rayonunun Safkür kəndinin ərazisində bir kolxoz olur. Və 67-ci ilə qədər Naftalan şəhəri Goranboy rayonunun tabeliyində şəhər kimi fəaliyyət göstərir. Lakin dövlətimiz Naftalan kurortunu daha da inkişaf etdirmək haqqında belə bir qərara gəlib 1967-ci il aprel ayının 18-də Naftalana Respublika tabeli şəhər statusu verir. Və bundan sonra Naftalan şəhəri doğrudur, ona qədər Naftalanla sanatoriyalar var idi, çox mərtəbəli yaşayış binaları var idi. Lakin ondan sonra Naftalan çox güclü intibah dövrü, yəni inkişaf dövrünü yaşayıb. Bundan sonra Naftalanda çox mərtəbəli binalar tikilib, sanatoriyalar genişlənib. Və bir məsələni diqqətinizə çatdırmaq istəyirəm ki,
90-cı ilə qədər Naftalan Kurort Birliyinin tabeliyində 5 sanatoriya fəaliyyət göstərdi. Bu 5 sanatoriyada 3200 koyka var idi. Bu demək ki, hər 18 gündə 3200 nəfər Naftalanda yəni sağlamlıq mərkəzi kimi, həm turizm kimi istifadə edirdilər. Və diqqətinizə bir məsələdə çatdırmaq istəyirəm ki, Keçmiş Sovetlər Birliyində belə bir məsələ var idi. Naftalan şəhərinə hər tutaq ki 18 günə ayrılan 3200 putyovkanın yalnız bir 100-150'si 200'ü Azərbaycana payına düşürdü. Çünkü keçmiş 15 respublikalar arasında bölünürdü. Və çoxlu Rusiyadan o vaxtı o qədər insanlar Naftalan şəhərinə gəlib müalicə olunurdu ki, hətta onların elələri var idi ki, sonra gəldilər bir müddət Naftalanda yaşadılar. Səbəb oydu ki, Naftalan çox gözəl yaşıllıq şəhəridir, oksigen bolluğudur. Onlara həkimlər, tibbi təkib eləmişdi ki, bir neçə illər yaşayın. Gəlib Naftalan şəhərində yaşayırdılar, tam sağalandan sonra köçüb çıxıb gedirdi. Deyirəm, ay Möhbət müəllim, bayaqdan deyirsiniz ki, sanatoriyaya putyovka ilə gəlirlər. Putyovkadır, nədir ondan, mən indi yaxtarvadan bilmirəm onları. Amma səni inandırım ki, mən belə putyovkasız gəldim. Putyovkasız. Ay kişi, buranın havası qoy qırağa, meri meyvəsi qoy qırağa. Bax, belə bir gözəl, sizin dediyiniz kimi, gör neçənci ildəndir da, nənə qoğlan. Bu vaxta qədər aya əvvəl 5-6 dənə idisə bu sanatoriyalar. İndi maşallah artır. Deyir ki, çox olduqca hər şey zayı çıxır, amma burada elə deyil. Əksinə. Çox oldu daha da yaxşı olur. Biri-birinə rəqibdilər deyənə, ondan gözəl, bu bundan gözəl. Nərəm qurban getdim, geç ayaqlarımı da qoydum. Sağlamlıqda dizlərim elə gözəl maşallahmış. Amma deyirlər ki, axırı dəyəm o putyovkanın yerinə keçəcəm mən deyəsən. Niyə? Tez gələrsən. Hə, bir dəfəndən olmurdu ona. Gərək bir-iki dəfən gəl. Amma niyə gəlməyim ki? Elə bütün tamaşaçılar oyana dursun. Bütün bizim televiziyaya nənəm qurban sən deyirdin da, mən bilmirəm, eləmi? Hamı baxır da, dünya baxır. Elə dünyada yaşayan Azərbaycanlılarımız, aya gedib orada, burada gedib sağaldığınızda gəlin vətənimizdə sağalın da. Xeyri öz vətənimizə, öz yerimizə verək. Bənə. Və növbəti ifasımız Şəhriyar, bizi çox gözləyirsən sən. Gəl, bilirəm. Ürəyin doldu. Hər şey yaxşıdır. Emin qardaşım, bir daha səni ürəkdən salamlayıram. Səni və komandanı, dostlarımız da artıq biz bir ailəyə çevrilmişik. Var olasınız və qonaqlarımızı təbii ki salamlayıram. Gözəl müğənnilərimiz xoş gəliblər, səfalar gətiriblər. İnşallah ki burada da dincələnlər bu gözəl məkanda. Doğrudan da çox bəyəndim buranı. Xoş istirahətlər, gözəl qulluq, gözəl təbiət, gözəl Naftalanımız. Sən səhər daxil oldun, yoxsa belə baxdın ki? Mən daxil oldum. Mən baxdım ki, inşallah növbəti səfər inşallah dincəlməyə gələrik. Oxuyacağıq. Bir daha ilk dəfə bu mahnını efirdə oxuyuram. Elə sənin efirində oxuyacağam. Ekskluziv olaraq. Bəli, ekskluziv olaraq burada səsləndirəcəm. İnşallah ki bəyənərsiniz. Niyə də olmasın? Gəlsin bizim dostumuz Şəhriyardan gözəl bir nəğmə. Kurban
olmaz. Ay dağların maralı, könlüm olup yaralı. İnan senden aralı, mende can olmaz olmaz. Ay dağların maralı, könlüm olup yaralı. İnan senden aralı, mende can olmaz olmaz. Bu kızdan olmaz olmaz. Təşəkkürlərimi bildirirəm hər birinizə. Bəli, Şəhriyarın da heç olmaz. Şəhriyarın da öz gözəl səsi var. Oğlum maşallah, bu mahnı bu il trend olacaq ha. Hit olacaq, hit olmaz, bəli. Sənin nefrində oxuduqda inşallah mən əminəm buna, inşallah ki. Bizdən hər kəs ulduz olur, düşərli olur. Bəli, var olasan, dəvətin üçün var olasan, təşəkkürlərimi bildirirəm sənə və komandana. Minnətdaram. MTV sağ olsun. Leyla, o beri Leyla, तेरी गली में आया तेरा मजनून तेरा चेला परदेस निकल ओ बर्दनशी परदेस निकल ओ बर्दनशी हो जाए जमा Leyla benim Leyla'm Hüsnün benzeyir aya senin Mecnun Mecnun Leyla Leyla ola ola Mecnun Mecnun Leyla. Bravo. Güne güne mezunundan yığılır. Maşallah maşallah. Hanımlar. Hər bir ağız oxuydu. Xahiş edirəm. Məni Hind dedilər. Ərəb desəylə Ərəb oxuyardım. Fars desəylə Fars oxuyardım. Bəli, ona hər dildə oxuyuram. Gene kum sahil, gene serin bağ, gene kölge düşüp meyvelilere. Burada sevgilimle neçə il qabaq bir nasıl boğulub bastırdım yere. Burada sevgilimle neçə il qabaq bir nasıl boğulub bastırdım yere. Nar ağacı, nar çiçeği ne güzeldir yar göğçeği. Nar ağacı, nar çiçeği ne güzeldir yar göğçeği. Bravo. Teşekkürler. Yarın kızına yala yalvara yalvara Hemen incik gönlünü ala yalvara yalvara Yar gene yarın kızına kala yalvara yalvara Herden incik gönlünü ala yalvara yalvara Yara yalvara yalvara kaldım yalvara yalvara Yarma yalvara yalvara kaldım yalvara yalvara Bunun qeyri-adi nədir? Hansı balıqdır? Nə balıq onu Bu təqdim edir? belamur balığı deyirlər, xanı balığı. Buna xanı balığı Bunu deyirlər. düzdən bura, bu soğan vurur, ət vurur. Yox, hamısını bu, hamısı vurulacaq. Soğansız heç bir şey mümkün deyil. Soğan özü bir başqa bir gözəllik verir də dadı. Bəli, soğanı ayrı daddır. Bunu duzlayacağıq. Ondan sonra çumaq vuracağıq. Ondan sonra soğanını vuracağıq. Ondan Hələ sonra var. aparacağıq. Hazır deyil. Hələ manqala aparmamışıq. Manqal hazırdır. Duzu vuranda bu formada vurursan. Ki hamısını görsün. Belə vuranda kimisine artıq düşür, kimisine eksik düşür. Ümumi. Bəli. Bunu dağınıq vəziyyətdə vurmalısan. Bax belə. Belə. Bu iş olaraq düz vuruldu. Bu çumağı. Kətəyə vurulan sumaqdan gedir söhbət. Bəli. Bu belə. Neçə dəqiqə məsəl vaxt? 12-15 dəqiqəyə hazırdır. Ən yaxşı maksimum vaxtı nə qədər? 15 dəqiqə. 15 dəqiqə. Bəli. Tam hazır olur. 15 dəqiqəyə tam hazır. Kavaq ilə bir şeydirsə, tələslisə onu yemə. Söhbət balıqdan gedir. Bəli. 15 dəqiqə gözləməliyik. Seyfəddin kişinin sözünə qüvvət. Bəli. Naftanın özünə məxsus hansı xörəyi var? Daha çox dadlı olur. Bizdə ən güclü dadlı yemək bozartma deyilən bozartma var. Çox yerdə sos deyirlər ona. Yəni bizim zonanın bozartmasından yoxdur. Heç bir yerdə. Onun dadı başqa olur. Bozartma ayrıdır. Onun için kartoşkasını ki o bozartmanın içində əzib yemədinsə o bozartma sayılır. 15 dəqiqə tamam oldu. Bəli. Düzü gözlərimizə dəyər. %100 var.
Dadına da duman olar da. %100 fark. Açaq, görək. Doğrudan da biz vaxtımız boş yerə getdi, yoxsa gözlədiyimizə dəyər. Ay bir-birinə düşüb, ay can, bəh. Yox, əli, həqiqdə gözləməyə dəyər. Çox dadlı balıqdır. Kişi bilir daha, kişi işin ustasıdır, bilir bizə nəyi təqdim etməlidir və gözəl bir balıqdır. Biz Naxçıvanda dadına, tamına baxa bilərsiniz. Mütləq, biz daddıq, çox dadlıydı. Hər kəsə nuş olsun. Biz hal-hazırda gözəl bir bağdayıq. Cənnət bağı. Düzmü? Bağın adı belədir. Belə. Özü sevimli bağıdır. Deyərdim ki, Naftalan şəhərinin ən maraqlı bağlarından biridir. Buraya gələn hörmətli qonaqlara mütləq bu bağa gətirirlər ki, burada rahat istirahət edirlər. Elə bu Naftalan şəhərinin icra hakimiyyətində elə bu bağı göz bəbəyi kimi qoruyub saxlayır ki, bu bağ həmişə elə Naftalanda sahib seçilən bağlardan biri olsun. Deməli qoruqdadır bu bağ. Yəqin ki. Məni elə belə yerə çağırmayacaqlar. Bu anda mən yenidən təşəkkürümü bildirim Naftalan şəhərinin icra hakimiyyətinin cənab başçısına və onun gözəl komandasına ki, bax, dünəndən necə lazımsa o komanda bizi yüksək səviyyədə qarşıladılar. Çox yüksək səviyyədə. Hara lazımsa bizə o gözəl maraqlı məkanlara aparırlar ki, bax, buranı çəkin, bura Naftalan üçün çox maraqlıdır və faydalıdır. Biz elə çəkiş komandası olaraq gəlirik burada ən gözəl Naftalanda maraqlı yerlər çəkirik, komandamızı bir yerdə sizə təqdim edirik. Elə bu anda yenində hər bir kəsə minnətdaram ki, dünəndən bizim xidmətimizdə dururlar. Xidmət də yüksək səviyyədə. Çox yüksək səviyyədədir. Bayaqdan bu bağda bir nəfər var.
yaman əlamandadır, çay zad gətirir, bütün hər bir şərait zad qurubdur, özdə deyir ki, nənən qurban. Özdə deyir, nənən qurban suvayam. Sən də öz yarını tapdın ha verdi. Yox əşi. Ay, mən Bakıdan gəlib Naftalanda mərəmi gedim qocalan çağımda. Mənim ələnib xəlbirim göydə fırlan. Gəl gilə çayımız. Amma nənən qurban. Nənə. Hay canım. Dünən doğrudan da çox gözəl bir istirahət etdik. Saz götürüb dastan qoşub üstünə. Devam edelim. Nənə görə qızı baxıyor. Ay güllü yanaqlar, meyvə bağları. Ay güllü yanaqlar, meyvə bağları. Hər şeydən əzizdir bizə kəndimiz. Hər şeydən əzizdir bizə kəndimiz. Kəndimiz, kəndimiz, kəndimiz. Kəndimiz, kəndimiz, kəndimiz. Nə gözəldir, nə gözəldir kəndimiz. Ölüb Gürcistanın gözəl kəndimiz. Ay apam bulub o məsullu çölləri. Aşıqıyam səni quran əlləri. Ay nə xoş keçir günüm ayım illərim. Ay nə xoş keçir günüm ayım illərim. Sibistan dönüb yazan kəndimiz. Sibistan dönüb yazan kəndimiz. Kəndimiz, kəndimiz, kəndimiz. Kəndimiz, kəndimiz, kəndimiz. Nə gözəldir, nə qəşəngdir kəndimiz. Keyif üstünde keyfimize Gelip çıktı mı kendini Ay buyur dedim attan düştüm. Buyur dedim attan düştüm. Vay 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 vay. Kardeş gördüm içeride Kardeş gördüm içeride Ağrın alım derdin alım İçinedin Mekabeyi Emin bilin, sən bilirsən ki, sən məni nə vaxt dəvət edirsən verilişivə? Qaça sevərək gəlsin. Hay gəlirəm. Bəli. Çox İnan sağ ol. ki, bu sezon, yəni bayaq dedim, TV-lərə 2 aydır çıxmırsan efirə. 2 aydır Yeni mövsümdə ilk dəfə məndən. dəvət edirlər, getmirəm. Amma sənin sözündən çıxa Çox bilmirəm sağ də ol. qardaş. Minnətdaram. Hörmət, sevgi, sayğı qarşılıqdır. Əziz dinləyicilərim, əziz qonaqlar, deməli mən bir 11 il bundan qabaq, biraz da çox olar, Züleyxa mahnısını ifa eləmişdim. Son dövrlərdə məndən izləyicilərim dedi Cavad Rəcəbov, bu Züleyxa mahnısına yeni nəfəs, yeni aranjman. Mən də oğlum Cavadoğlu'dan Bəli. Böyük sənətkardır. rica elədim, oğlum da olsa rica edirəm. Dedim mən balam, Züleyxa mahnısının yeni aranjmanda istəyirəm ki, Cavad sevərlərə təqdim edəm. Mahnımız gəlsin Züleyxa, amma oynamırlar. Kim istəsə oynaya bilər. Mən sevdaya salıb gedən gözəl, dilimi naz ilə lal edən gözəl. Mənə insaf elə öz yolunu sevəm, canımı aldım gül bədən gözəl. Qəlbimi ey yar tel eyləmə, gözümün yaşını gəl sel eyləmə. Bu qədər naz ilə incitmə məni, aşiqə vəslini müşkil eyləmə. Həm şərqin, həm qərqin, həm dəştin, həm dəryan. Mənə sənsən cəmi dünya. Ay Züleyxa, ay Züleyxa, bu necə nazlı ədadır ki edirsən mənə Leyla. Bu nə sevgi, bu nə sevda. Ay Züleyxa, ay Züleyxa. Güzel nigarım gəl etmə gili, dodağım badə ver sağ əlimi. Sənə mən bəndən bülbül çəmənə, bu qədər yarım naz etmə mənə.
Züleyxa, ay Züleyxa. Bu necə nazlı ədadır ki edirsən mənə Leyla. Bu nə sevgi, bu nə sevda. Ay Züleyxa, ay Züleyxa. Həm şərqim, həm qəribim, həm dəştim, həm dərinəm. Mənə sənsən cəmi dünya. Ay Züleyxa, ay Züleyxa. Bu necə nazlı ədadır ki edirsən mənə Leyla. Bu nə sevgi, bu nə sevda. Ay Züleyxa, ay Züleyxa, ay Züleyxa, ay Züleyxa. Ay Züleyxa, ay Züleyxa. Güzel nigarım gel etme gülü. Dodağım badə bir sağ əlimi. Sənə mən bəndəm bülbül çəmənə. Bu qədər yarım naz etmə mənə. Dilini yaydım əfşan eylədim. Sinəmi şan alqan eylədim. Üzün açdım görüb o xalı rəqib. Dərsər xeyri pərişan eylədim. Həm şərqim, həm qəribim, həm dəştim, həm dərinəm. Mənə sənsən cəmi dünya. Ay Züleyxa, ay Züleyxa. Bu necə nazlı ədadır ki edirsən mənə Leyla. Bu nə sevgi, bu nə sevda. Ay Züleyxa, ay Züleyxa. Həm şərqim, həm qəribim, həm dəştim, həm dərinəm. Mənə sənsən cəmi dünya. Ay Züleyxa, ay Züleyxa. Bu necə nazlı ədadır ki edirsən mənə Leyla. Bu nə sevgi, bu nə sevda. Ay Züleyxa, ay Züleyxa, ay Züleyxa, ay Züleyxa. Bəli, bravo, Teşekkür. Teşekkürler. Bizi bugün gözəl qonaq kimi qarşılayan və qəbul edən Naftalan Sağlam Mərkəzi, Naftalan fəaliyyət göstəri illərdir. Bura gələn hər bir qonaqlar bu məkana razı qalırlar. Həm sağlamlığına qovuşurlar, həm də ki burada xoş, unudulmaz bir istirahət edirlər. Doğrudan da bu məkana gəlməyə və görməyə dəyər. Biz sizinlə bu həftəlik sağollaşırıq. Gələn həftə görüşmək ümidi ilə. Allah'a emanet.